Salam, hər vaxtınız xeyir olsun. Bugün iyul ayının 14-ü, saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Slovakiya Respublikasının prezidenti Peter Pellegrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Slovakiya prezidenti Peter Pellegrinini Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar. Bugün Azərbaycanın milli qəhrəmanı, Silahlı Qüvvələrin general-mayoru, 3-cü Ordu Korpusunun komandir mavini, qərargah rəisi Polad Həşimovun şəhadətə ucaldılmasından 6 il ötür. Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyev də eyni tarixdə, yəni iyul ayının 14-də 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Belə ki, general-mayor Polad Həşimov 2020-ci ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əskərlərlə bir yerdə döyüş zamanı ön xəttdə şəhid olub. Bir həftəyə yaxın davam edən döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, Gizir Yaşar Babayev, Maxey əskər Elçin Mustafazadə, Maxey çavuş Vüqar Sadıqov, Maxey əskər Nazim İsmailov, baş əskər Elşad Məmmədov, əskər Xəyyam Dəmirov şəhadətə ucalıblar. Polad Həşimov və İlqar Mirzəyev 2-ci fəxri xiyabanda dəfn olunublar. Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir. Bunu Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4-cü Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir. Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, etik standartların təşviqi, media savadlılığının artırılması və medianın sürətli texnoloji dəyişikliklərə uyğunlaşdırılmasına kömək etmək məqsədi daşıyır. Media islahatı dayanıqlı institutların qurulması, müstəqil jurnalistikanın dəstəklənməsi, dezinformasiyaya qarşı müqavimətin artırılması və ictimai etimadın gücləndirilməsi haqqındadır. Hikmət Hacıyev deyib ki, bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş geniş dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər. Biz bu faktları yoxlayır və faktlara əsaslanan cavablar təqdim edirik. İndi isə həqiqəti sübut etmək daha çətindir. Çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu oynamalı olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Hökumətlər, media təşkilatları, texnologiya şirkətləri, akademiya və vətəndaş cəmiyyəti dəqiq, şəffaf və hesabatlı informasiya mühitinin yaradılması üçün ortaq məsuliyyət daşıyırlar. Prezident köməkçisi əlavə edib ki, dialoq peşəkar jurnalistika və qarşılıqlı hörmət vasitəsilə etimad da bərpa oluna bilər. Süni intellekt artıq reallığa çevrilib. Bunu Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4-cü Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə Şuşa Qlobal Media Forumunda süni intellekt mövzusu müzakirə olunurdu. Həmin vaxt süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi 2 il keçdikdən sonra süni intellekt artıq reallığa çevrilib. Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı da
çətinləşdirir. Davam edirik. Birləşmiş Ərəb Əmirliyinin Müdafiə Nazirliyi bildirib ki, Omanın ərazi sularında Hörmüz boğazının cənubunda Mombasa və Al-Bahiya tankerlərinə İranın qanadlı raketlərinin hücumuna məruz qalıb. Nazirlik bununla bağlı məlumatı X sosial şəbəkə hesabında paylaşıb. Paylaşımda vurğulanır ki, hücum nəticəsində Mombasa tankerinin bir heyət üzvü Hindistan vətəndaşı həlak olub. Daha 8 nəfər xəsarət alıb. Onlardan 4-ünün vəziyyəti ağırdır. Yaralananlar arasında 6 Hindistan vətəndaşı və 2 Ukrayna vətəndaşı var. Göyərtədə baş verən yanğınlar nəticəsində hər iki tankerə maddi ziyan dəyib. Yanğınlar söndürülüb deyə Müdafiə Nazirliyi bildirilib. Nazirlik qeyd edib ki, Birləşmiş Ərəb Əmirliyi hadisəyə reaksiya vermək və ərazini, vətəndaşlarını, sakinlərini və milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. İran ABŞ-nin Kuveytdəki bazalarına pilotsuz təyyarələrdən zərbələr indirib. Bu barədə İranın İrib Teleradio Yayım Korporasiyası məlumat yayıb. İran ordusunun məlumatına görə rabitə sistemləri, yanacaq rezervləri, partiyort hava hücumundan müdafiə sistemləri, müşahidə qüllələri və sursat anbarlarına zərbələr indirilib. Qeyd edək ki, ABŞ silahlı qüvvələri çərşənbə axşamına keçən gecə İrandakı hədəflərə qarşı yeni hücumlara başlayıb. ABŞ prezidenti Donald Trump bildirib ki, Amerika hərbiçiləri tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacaq. Ağ Ev rəhbəri Salam Radio Network'də Hugh Hewitt ilə söhbətində yaxın günlərdə İrana ciddi zərbələr endirəcəyini bildirib. Biz bunu edəcəyik. Kirk dağını məhv edəcəyik. İranlılara deyin ki, hazırlaşsınlar. Bu axşam onlara çox ciddi zərbə vuracaq və sabah onlara yenidən ciddi zərbə endirəcək. Bununla bağlı heç bir şey edə bilməyəcəklər deyə o bildirib. Qeyd edək ki, Kirk dağı İranda yerləşir və Natanz nüvə kompleksindən təxminən 1 mil cənubdadır. Daha əvvəl məlum olub ki, Trump Konqresi İrana qarşı hərbi kampaniyanın başlaması barədə rəsmən məlumatlandırıb. Bunun fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı iyulun 14-də saat 16:00-da Bakı vaxtı ilə iyulun 15-i gecə yarısı İran limanlarını blokadasının bərpa olunacağını bildirib. İslam İnqilabı Keşişçiləri Korpusu Bəndər Abbas və Lar şəhərlərinin səmasında ABŞ-nin 2 ədəd Lucas pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb. Bu barədə Sepahın mətbuat xidməti məlumat yayıb. Bir neçə dəqiqə əvvəl Bəndər Abbas və Larda İslam İnqilabı Keşişçiləri Korpusunun aerokosmik qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən Amerikanın 2 ədəd Lucas pilotsuz təyyarəsi məhv edilib deyə açıqlamada bildirilir. Daha əvvəl Tasnim agentliyi yerli sakinlərə istinadən İranın cənubundakı Bəndər Abbas, Konarak, Çahabar şəhərlərində və Larak adasında da partlayışın olduğunu bildirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı 14 iyul Bakı vaxtı ilə 15 iyul axşam saat 00:00-da İran limanlarının blokadasını bərpa edəcək. CENTCOM bu barədə X sosial şəbəkə hesabında məlumat paylaşıb. CENTCOM qüvvələri İran limanlarına və sahil ərazilərinə gedən və çıxan gəmilərə qarşı blokada tətbiq edəcək deyə bəyanatda bildirilir. CENTCOM qüvvələri İran limanlarına və sahil ərazilərinə gedən və çıxan gəmilərə qarşı blokadanı həyata keçirəcək. Digər gəmilərə Hörmüz boğazı və Oman körfəzindən sərbəst keçid imkanı veriləcək. ABŞ aprelin 13-dən iyunun 18-nə qədər İrana qarşı dəniz blokadası tətbiq etmişdi. CENTCOM qüvvələri 2 aylıq müddət ərzində 140-dan çox gəminin marşrutunu dəyişib. Qaydaları pozan 9 gəmini sıradan çıxarıb və humanitar yardım daşıyan 50-dən çox ticarət gəmisinin keçməsinə
icazə verib. Dünən ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların İran limanlarının blokadasını yeniləyəcəyini və Hörmüz boğazının müdafiəsi üçün ödəniş olaraq ticarət gəmilərindən rüsum tətbiq edəcəyini açıqlayıb. ABŞ prezidenti Donald Trump hesab edir ki, geniş miqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, Vaşinqton və Tehran arasında razılaşma hələ də mümkündür. O, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Bəli, düşünürəm ki, razılaşma mümkündür. Əlbəttə, belə düşünürəm, deyə o bildirib. Trump həmçinin ABŞ-nin Fars körfəzindəki bütün ərəb ölkələrini qoruduğunu və Hörmüz boğazında gəmiçiliyin təmin olunması üçün kompensasiya gözlədiyini bildirib. Mən kompensasiya istəyirəm, çünki biz dünyanın çox zəngin bir hissəsini qoruyuruq. Biz pul xərcləyirik. Biz bu mühafizə üçün kömək etdiyimiz ölkələrdən kompensasiya almağa hazırlaşırıq, deyə Trump bildirib. Son bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. İyulun 14-də Şuşada Slovakiya Respublikasının prezidenti Peter Pellegrinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan prezidenti İlham Əliyev Slovakiya prezidenti Peter Pellegrinini qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Slovakiya prezidentinə raport verdi. Slovakiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi maşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Slovakiya prezidenti Peter Pellegrinin qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Peter Pellegriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olundu. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Davam edirik. ABŞ prezidenti Donald Trump iyulun 16-sında televiziya vasitəsilə Amerika xalqına müraciət edəcək. Bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. Məlumata görə Trump ABŞ-nin şərq sahili vaxtı ilə saat 21:00-da xalqa müraciət edəcək. Paylaşımda çıxışın mövzusu isə açıqlanmayıb. Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq edilməsinə qarşıdır. İran International nəşrinə istinadən verilən xəbərə görə bu barədə təşkilatın adı açıqlanmayan nümayəndəsi ABŞ prezidenti Donald Trump'ın boğazın mühafizəsini Amerika hərbiçiləri tərəfindən maliyyələşdirmək üçün gəmilərdən rüsum almaq planları ilə bağlı bəyanatlarını şərh edərkən bildirib. Beynəlxalq Dəniz Təşkilatı Trump'ın sosial mediada paylaşımından xəbərdar olduğunu və əlavə detalları gözlədiyini də bildirib. Biz həmişə rüsum məsələsində ardıcıl olmuşuq. Təşkilat qəti şəkildə beynəlxalq naviqasiya üçün istifadə edilən boğazlardan tranzit üçün rüsumların alınmasına qarşıdır, deyə təşkilatın nümayəndəsi bildirib. Onun sözlərinə görə beynəlxalq hüquq yalnız Hörmüz boğazı kimi boğazlardan keçmək üçün məcburi rüsumların tətbiq olunması üçün hüquqi əsaslar təmin etmir. Daha əvvəl Trump Truth Social sosial şəbəkəsində yazıb ki, Vaşinqton Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün daşınan bütün yüklərin dəyərinin 20%-nə bərabər kompensasiya almaq niyyətindədir. Ağ Evin prezidenti Donald Trump tərəfindən daha əvvəl elan olunmuş ABŞ hərbi dəniz qüvvələri tərəfindən İran limanlarının dəniz blokadasının bərpası geniş dəniz ərazilərinə nəzarət etmək zərurəti də daxil olmaqla çoxsaylı çətinliklər yaradacaq. Bu barədə CNN ABŞ administrasiyasının nümayəndələrinə istinadən bildirib. Blokadanın yenidən tətbiqi dənizdə 20.000 hərbiçinin təhlükəsizliyini təmin edərkən düşmən gəmiləri müəyyənləşdirməli və onlara qarşı
çıxmalı olan, onsuz da intensiv istifadə olunan ABŞ hərbi dəniz qüvvələrinin esminetçilərinə əlavə yük olacaq. Rəsmilər vurğulayır ki, Ərəbistan dənizi geniş su ərazisidir və tankerlər üçün tam keçilməzliyi təmin etmək olduqca çətindir. ABŞ silahlı qüvvələrinin bu miqyaslı blokadaya dair rəsmi təlimat kitabçası yoxdur. Çünki sonuncu dəfə belə əməliyyat 1962-ci ildə Karib böhranı zamanı həyata keçirilib. Telekanalın mənbələri ABŞ hərbiçilərinin İran limanlarının əvvəlki blokadası zamanı oxşar problemlərlə qarşılaşdığını bildirib. ABŞ silahlı qüvvələrinin rəsmi nümayəndəsi kapitan Timothy Hawkins CNN-ə bildirib ki, ordu artıq İran limanlarına gedən gəmiləri tutmağa hazırlaşır. Yəmənin üsyançı Ənsar Allah hərəkatının nümayəndələri daha bir Bab-əl-Məndəb boğazını bağlamaqla və neftin qiymətinin bir barelinin $200 çatdırmaqla hədəliyiblər. Bu barədə İranın Fars agentliyi məlumat yayıb. Hərəkatın siyasi bürosunun üzvü Məhəmməd Əl-Fəxr ölkənin boğazı bağlamaq niyyətində olduğunu açıq şəkildə bildirib. O qeyd edib ki, Bab-əl-Məndəb Hörmüz boğazı ilə bir olacaq və neftin qiyməti də $200 çatacaq. Daha əvvəl İran silahlı qüvvələrinin Xatəm Əl-Ənbiya mərkəzi qərargahı bildirib ki, Tehran ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcək. Məhkəmə Trump biznesini vergi yoxlamalarından azad etməyə çalışdığına görə töhmət elan edib. ABŞ-nin federal məhkəməsi prezident Donald Trumpa və Ədliyyə Nazirliyinə töhmət elan edərək Trump və ailəsinin daxili gəlir xidmətinə qarşı $10 milyard iddiasını ədalətsiz sayıb. The Wall Street Journal qəzetinə istinadən verilən məlumata görə hakim Ketlin Williams iddianın Trumpın tərəfdaşlarına toxunulmazlıq verən misli görünməmiş müqaviləni qanuniləşdirmək cəhdi olduğuna qərar verib. Donald Trump yanvar ayında administrasiyasına qarşı iddia qaldırıb. Prezident vergi bəyannamələrinin jurnalistlərə sızdırılması nəticəsində yaranan nüfuz və maliyyə zərərləri üçün kompensasiya tələb edib. May ayında prezident barışıq saziş imzalayıb. Ağ Evin strukturları $1,8 milyard dəyərində dövlət qurumlarından silah kimi istifadəyə qarşı mübarizə fondu yaratmağı, həmçinin Trumpa, ailəsinə və şirkətlərə qarşı bütün cari vergi yoxlamalarını dayandırmağı öhdələrinə götürüblər. Administrasiya daha sonra qanunvericiliyin təzyiqi altında fonddan imtina edib. Lakin prezidentin bizneslərinin vergi yoxlamalarını dayandıran bənd qüvvədə qaldı. Hakim Williams bildirib ki, bu müddəa ABŞ-nin vergi qanunvericiliyini pozur. Qanun isə məmurların auditlərə müdaxiləsini qadağan edir. Bundan əlavə, həmçinin Trumpa rəsmi proseslərdə müqaviləni nizamlama kimi adlandırmağı da qadağan edib. Hakim həmçinin bütün məhkəmə prosesi boyunca Trumpın iddialarına cavab verməyən Ədliyyə Nazirliyinin hərəkətsizliyini də pisləyib. Bununla belə ABŞ hökumətinin tutarlı hüquqi argumentləri var idi. Məlumatların sızması ilə bağlı məhdudiyyət müddəti artıq başa çatmışdı və hadisənin təqsirkarı prezidentin vergi bəyannamələrini mediaya sızdıran pudraçı Charles Littleton rəsmi olaraq irs işçisi deyil. Williams qeyd edib ki, Trump işin hər iki tərəfini effektiv şəkildə idarə edir. Həm öz vəkillərini, həm də hökuməti. ABŞ-nin Ədliyyə Nazirliyi hakimin qərarlarını qərəzli adlandırıb. Donald Trumpın nümayəndələri iddianın yalnız məxfi məlumatların qorunmasına yönəldiyini bildiriblər. İranın keçmiş prezidenti Mahmud Əhməd-Necad İslam İnqilabı Keşişçiləri Korpusunun kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. Bu barədə The New York Times qəzeti məlumat yayıb. Qəzetin 4 yüksək vəzifəli İran rəsmisinə və ABŞ hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə İran xüsusi xidmət orqanları
Keçmiş prezidentin İsrailin Mossad kəşfiyyatı ilə geniş əlaqələr şəbəkəsini üzə çıxarıb. İddia olunur ki, İsrail uzun illər ərzində Əhmədnejadı əməkdaşlığa cəlb etmək üçün gizli fəaliyyət göstərib. Məlumata görə Mossad onu İranın hazırki teokratik rejimi devriləcəyi təqdirdə ölkənin idarə olması üçün kompromis fiqur kimi nəzərdən keçirib. Bildirilir ki, 2024-cü ilin əvvəlində Əhmədinejad Budapeştdə həmin dövrdə Mossad rəhbəri olan David Barneya ilə gizli görüş keçirib. Görüşün iqlim konfransı çərçivəsində baş tutduğu, dəvətin isə İsrail tərəfinin xahişi ilə Macarıstan rəsmiləri tərəfindən təşkil edildiyi iddia edilir. Mənbələrin məlumatına görə tərəflər arasında əlaqələr 2025-ci ilə qədər davam edib. Həmçinin Qvatemalada da görüşlərin keçirildiyi bildirilir. İddialara əsasən 2024-cü ilin fevralında ABŞ və İsrailin İrana endirdiyi geniş miqyaslı zərbələrin ilk günündə İsrail hərbi hava qüvvələri Əhmədinejadın iqamətgahına dəqiq zərbə endirərək onu qoruyan Sepah mühafizəçilərini zərərsizləşdirməyə çalışıb. Daha sonra Mossad əməkdaşlarının keçmiş prezidenti İran daxilində gizli mənzilə apardığı, lakin onun sonradan İsrailin planlarından narazı qalaraq sığınacağı tərk etdiyi iddia olunur. Məqalədə qeyd edilib ki, bu hadisələrdən sonra Əhmədnejad ilk dəfə İranın ali dini lideri Əli Xamneyinin dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb. O, təhlükəsizlik əməkdaşlıqlarının gücləndirilmiş müşayiəti altında mərasimdə iştirak edib. Krım yarımadası Rusiya prezidenti Vladimir Putinin ən böyük nailiyyəti Ukraynaya qarşı müharibədə əsas dayaq nöqtəsi və daxili auditoriya üçün onun imperiya iddialarının simvolu idi. Lakin indi bu yarımada strateji aktivdən həm hərbi baxımdan, həm də Putinin şəxsən özü üçün kritik bir zəifliyə çevrilməkdədir. Bu barədə nüfuzlu Politika nəşri yazır. Hazırda Krım əhalisi ciddi elektrik və su kəsintiləri, təchizat problemləri və yanacaq qıtlığı şəraitində yaşayır. Buna səbəb Ukrayna pilotsuz uçuş aparatlarının hərbi obyektlərin yaxınlığındakı enerji mənbələrinə mütəmadi zərbələr endirməsidir. Tez-tez baş verən elektrik kəsintiləri səbəbindən mobil rabitə sönür, ictimai nəqliyyat demək olar ki, iflic olub. Özəl şəxslərə və müəssisələrə yanacaq satışı tamamilə qadağan edilib. Qiymətlərin kəskin bahalaşması fonunda yerli əhalinin əsas gəlir mənbəyi olan turizm mövsümü tamamilə uğursuzluğa düçar olub. Bir çoxları üçün Krımdan çıxaraq da çıxmaq da artıq qeyri-mümkünə çevrilib. Ukrayna PUA-ları körpüləri sıradan çıxarıb və hazırda işğal altındakı cənub bölgəsindən keçərək Rusiyaya gedən quru yoluna tam nəzarət edir. Krımı təcrid etmək kampaniyası cənub cəbhəsində tərəzi daxilini Ukraynanın xeyrinə dəyişdikcə bir çox Ukraynalı bu müharibənin məhz yarımadada bitəcəyinə inanır. Krım Rusiya üçün həqiqətən də xüsusi əhəmiyyət kəsb edir. Ukraynadakı müharibə 2014-cü ildə məhz bu yarımadanın ilhaqı ilə başladı və Rusiyanın imperiya qüdrətinin az qala müqəddəs bir simvoluna çevrildi. Ötən 10 illik ərzində Rusiya yarımadanı nəhəng bir hərbi bazaya çevirdi ki, bu da onun qüvvələrinə 2022-ci ildə geniş miqyaslı işğal zamanı Ukraynanın cənubunu asanlıqla ələ keçirmək imkanı verdi. Krım uzun müddət cəbhənin cənub istiqamətini təchiz edən təhlükəsiz arxa cəbhə rolunu oynadı və sakinlər müharibənin birbaşa təsirlərindən qorunmuş qaldılar. Lakin bu yay vəziyyət kəskin şəkildə dəyişdi. Məqalədə qeyd olunur ki, Ukrayna orta mənzilli zərbə PUA-ları sayəsindəki üstünlüyü əsasında Rusiya ordusunun maddi-texniki təminatını sıradan çıxarır və ölkənin cənubundakı hərbi potensialını zəiflədir. Bəzi yerlərdə isə tamamilə məhv edir. Kiyev ümid edir ki, bu addım Rusiyanı öz qüvvələrini digər cəbhə xətlərindən geri çəkməyə məcbur edəcək. Bununla da həm Ukrayna ordusunun üzərindəki təzyiq azalacaq, həm də şəhərlərə edilən hücumların sayı minimuma enəcək.
Krım həmçinin şəxsən Putin üçün də böyük rəmzi əhəmiyyət daşıyır. Yarımadanın Rusiya nəzarətinə keçməsi vaxtilə onun ölkə daxilindəki reytingini rekord həddə çatdırmışdı. Krımın itirilməsi Putinin reputasiyasına birbaşa və sarsıdıcı zərbə vurmaqla bərabər ölkə daxilində onun rəhbərliyinə və müharibəyə qarşı ciddi narazılıq dalğası yarada bilər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəis müavini İlya Pavlenko məsələ ilə bağlı bildirib. Krım Rusiyanın imperiya iddialarının qızıl açarıdır. Bəs bu proses yarımadanın Ukraynaya qaytarılması ilə başa çata bilərmi? Pavlenko qeyd edir ki, Rusiya 10 illiklər ərzində hərbi, iqtisadi, təhsil və təbliğat vasitələri ilə Krımı əldə saxlamağa çalışıb. Ukrayna da buna qarşı eyni dərəcədə geniş taktikalar tətbiq etməlidir. Biz həmişə demişik ki, Krım Ukraynanındır və Ukrayna onu geri qaytarmaq üçün bütün üsullardan istifadə edəcək. Krımı təkcə hərbi yolla qaytarmaq mümkün deyil. Hazırda biz diplomatlarımızın danışıqlar masası arxasında əyləşib, biz Krımı kənarda qoymayacağıq deyə bilməsi üçün hərbi təzyiqi artırırıq. Lakin Ukrayna yarımadanı Rusiya üçün daha da dözülməz və baha başa gələn bir yerə çevirməyə çalışsa da, bu ərazini gələcəkdə əldə saxlamaq Kiyevin özü üçün də eyni dərəcədə çətin və həmçinin də ona baha başa gələ bilər. Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkədə növbəti paylaşımı izləyicilərin marağına səbəb olub. Paşinyan dağa dırmanarkən video paylaşıb. O dəniz səviyyəsindən 3000 metr yüksəklikdə olduğunu qeyd edib. Xatırladaq ki, Paşinyan 11 iyuldan etibarən 20 günlük məzuniyyətə çıxdığını da elan etmişdi. Avropa İttifaqı və Böyük Britaniya Ukraynaya dəstəyin genişləndirilməsi üçün yeni maliyyə mexanizmini işə salıb. Hər iki tərəf 90 milyard avroluq birgə dəstək paketinin icrasına imkan verən saziş imzalayıb. Saziş Böyük Britaniyanın müdafiə şirkətlərinə həmin kredit vəsaiti hesabına maliyyələşdirilən silah tədarükü tenderlərində iştirak etmək imkanı yaradı. Bu il müddətində nəzərdə tutulan proqram həm Ukraynanın büdcə ehtiyaclarının, həm də müdafiə sektorunun maliyyələşdirilməsinə yönəlib. Təşəbbüs çərçivəsində Böyük Britaniyanın maliyyə tövhəsi Britaniyanı istehsalçıların əldə edəcəyi müqavilələrin həcminə proporsional şəkildə müəyyən edəcək. Ukrayna qüvvələri Krımın şimalındakı Armyansk rayonu istiqamətində Rusiya ordusunun iri hərbi obyektini hədəfə alıb. Gecə saatlarında Ukrayna silahlı qüvvələri Rusiya ordusunun iri yarım yeraltı logistika obyektinə kütləvi zərbə indirib. Hədəf komanda məntəqələri, ambarlar və digər hərbi obyektlər olub. Obyektlərin bir hissəsinin yer altında yerləşməsi səbəbindən onların vurulması üçün çoxlu sayda döyüş sursatlarından istifadə edilib. Əməliyyat bu istiqamətdə Rusiya hava hücumundan müdafiə sistemlərinin zəifləməsindən sonra mümkün olub. Rusiya hərbiçiləri arasında itkilərin olduğu bildirilir. Qeyd edək ki, Armyansk rayonu Krımın şimalında Xerson vilayəti ilə sərhəddə yaxın yerləşir. Rayonun tarixi adı Erməni bazarı olub. Yaşayış məntəqəsi 18-ci əsrin sonlarında bölgədə məskunlaşmış erməni icrasının şərəfinə belə adlandırılıb. Sonradan bu ad qısaldılaraq Armyansk formasını alıb. Almaniya ilə Rusiya arasında diplomatik gərginlik daha da artıb. Tərəflər eyni gündə qarşılıqlı olaraq bir-birinin səfirlərini Xarici İşlər Nazirliklərinə çağıraraq sərt ittihamlar səsləndiriblər. Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Almaniyaya, Avropa İttifaqı ölkələri və Ukraynaya qarşı yönəldiyi bildirilən kiber hücumlarla bağlı nazirliyə çağırıb. Almaniya Xarici İşlər Nazirliyinin açıqlaması
başlamasında Almaniyaya, Avropa İttifaqındakı tərəfdaşlara və Ukraynaya qarşı kiber hücumların qəbul edilməz olduğu bildirilib. Qeyd olunub ki, Berlin bu cür hücumlara əlavə sanksiyalar da daxil olmaqla qətiyyətlə cavab verəcək. Nazirlik səfirə Almaniyanın mövqeyinin bir daha çatdırıldığını bəyan edib. Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorffun nazirliyə çağırıldığını açıqlayıb. Rusiya tərəfi səfirə Berlinin Kiyevin Rusiyadakı mülki infrastruktur və mülki şəxslərə qarşı hücumlarında iştirak etdiyini bildirdiyini açıqlayıb. Həmçinin Almaniyanın Kiyev hakimiyyətinə artan dəstəyinin qəbul edilməz olduğu vurğulanıb. Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Çin də daxil olmaqla üçüncü ölkələrə Rusiya ilə münasibətlərin necə qurulacağını diktə etmək cəhdləri yol verilməzdir. Nazirlik Almaniyanın informasiya təbliğat fəaliyyətini də sərt tənqid edərək bunu nasist təbliğatının ən pis nümunələrinə bənzədib. Qərb Ukrayna münaqişəsinin başlamasından qısa müddət sonra onun mümkün həllinə mane olub. Bunu Slovakiya Xarici İşlər Naziri Yuray Blaner deyib. O zaman razılaşma olduqca yaxın idi, lakin Qərb ölkələri bunu pozdu. Həmin vaxt Britaniya Baş Naziri Boris Johnson dedi ki, Qərb bu razılaşmanı dəstəkləməyəcək deyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib və əlavə edib ki, o gündən bəri bütün proses mürəkkəbləşib. Blaner bu mərhələdə hər hansı bir razılaşmanın əldə edilməsinin olduqca çətin olduğunu qeyd edib. İyul ayında Rusiya neft emalı zavodlarında neft emalı həcmi 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu barədə Bloomberg məlumat yayıb. Bu ayın ilk hədəflərində Rusiyanın neft emalı zavodları gündə 3,91 milyon barel xam neft emal edib ki, bu da iyun ayı ilə müqayisədə 40 min barel az, may ayı səviyyəsindən 673 min barel az və ilin əvvəli ilə müqayisədə isə 1,445 milyon barel azdır. Keçən ilin iyul ayı ilə müqayisədə neft emalı zavodlarının istifadəsi 27% və yaxud gündə 1,424 milyon barel, müharibədən əvvəlki 2021-ci ilin iyul ayı ilə müqayisədə isə 30% azalıb. Son 100 gün ərzində Ukrayna dronları neft emalı zavodlarına təxminən 50 dəfə hücum edərək 34 ən böyük neft emalı zavodundan ən azı 24-ünü vurub. Dronlar təkcə Rusiyanın mərkəzi hissəsində neft emalı zavodlarını deyil, həm də Ukrayna sərhəddindən 2500 kilometr məsafədə yerləşən Omsk neft emalı zavodu da daxil olmaqla Uralın kənarındakı neft emalı zavodlarını da hədəf alıb. Energy Intelligence analitikləri Rusiyada hazırki neft emalı həcmlərinin daha da aşağı olduğunu təxmin edirlər. Gündə 3,58 milyon barel ki, bu da ən azı 2002-ci ildən bəri ən aşağı səviyyə ola bilər. Energy Intelligence yazır ki, hazırda gündə 3,1 milyon barel emal gücü boşdur və neft istehsalçılarının onu nə vaxt işə salacağı da bəlli deyil. Rusiyada ən böyük olan Omsk neft emalı zavodu ilə yanaşı ən güclülərdən biri olan Tatneft şirkətinin Taneko neft emalı zavodu da fəaliyyətini dayandırıb. Energy Intelligence Rusiyanın neft məhsulları çatışmazlığının hazırda ayda 400 min 600 min ton olduğunu təxmin edir və əlavə edib ki, Belarus və Qazaxıstandan tədarük bu kəsirin yalnız yarısı ödəyə bilər. Kıblerin sözlərinə görə Hindistan benzini daşıyan tankerlər artıq Rusiyaya gedir və ehtimal ki, bu Hindistanın Nayara enerji şirkəti tərəfindən təmin edilir. Bundan əlavə Energy Intelligence-ın məlumatına görə sənaye mənbələri Çindən uzaq şərqə tanker yük maşınları ilə çatdırılan az miqdarda benzin tədarükünün olduğunu da bildiriblər.
Rusiya Silahlı Qüvvələri çərşənbə axşamı səhərə qədər Ukraynanın Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1000-dən çox zərbə endirib, nəticədə 16 nəfər yaralanıb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Ivan Fedorov Telegram kanalında məlumat paylaşıb. Ümumilikdə son sutka ərzində işğal qüvvələri Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1011 zərbə endirib. Düşmənin Zaporojye və Zaporojye rayonuna hücumları nəticəsində aralarında bir uşağın da olduğu 16 nəfər yaralanıb. Fedorov dəqiqləşdirib ki, gecə ərzində Rusiya ordusu vilayətə 17 aviasiya zərbəsi endirib. Bundan əlavə müxtəlif modifikasiyalı 691 pilotsuz uçuş aparatının uçuşu da qeydə alınıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hərbiçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb. Bu barədə ordunun mətbuat xidməti X sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə 5 saatlıq müddət ərzində CENTCOM İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da azaltmaq üçün Buşehir, Çabahar, Caz, Kanarak, Əbu Musa adası və Bəndər Abbasa zərbələr endirib. Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib. Hazırda yaxın şərqdə 50 mindən çox ABŞ hərbiçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır. İsrail hərbiçiləri ölkənin bir qrup vətəndaşlarının Holan yüksəkliklərində Suriya ilə sərhəddi qanunsuz keçmək cəhdinin qarşısını alıb. Bu barədə İsrailin müdafiə ordusunun mətbuat xidməti xəbər yayıb. Bu günlərdə İsrailin bir neçə mülki vətəndaşı Suriya ərazisinə keçmək niyyəti ilə Holan yüksəkliklərinə daxil olub. Ərazidə olan İsrail hərbiçiləri onların hərəkətini dayandırıb və saxlayıb. Sonra isə əlavə araşdırma üçün İsrail polisinə təhvil veriblər deyə rəsmi açıqlamada bildirilib. Mətbuat xidmətinin nümayəndəsi vurğulayıb ki, İsrailin müdafiə ordusu bu hadisəni qətiyyətlə pisləyir. Onu mülki əhalinin təhlükəsizliyini təhlükə altına qoyan və ordunun əməliyyat fəaliyyətinə mane olan cinayət əməli kimi təsnif edir. ABŞ prezidenti Donald Trump mərhum senator Lindsey Graham'in Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar paketinin qəbulunu dəstəkləyəcək. Bu barədə bazar ertəsi CNN-ə Ağ Evin nümayəndəsi bildirib. Qeyd olunur ki, bu müsbət siqnal Graham'in gözlənilməz ölümündən bir müddət sonra gəlir. Bu, Cənubi Karolina senatorunun uzun illər üzərində işlədiyi iki partiyalı qanun layihəsinin qəbul edilməsinə yol açacaq. Graham və demokrat senator Richard Blumenthal əvvəllər administrasiyanın paketi dəstəkləməyə hazır olduğunu bildirmişdilər. Cümə günü uzun danışıqlardan sonra razılığa gəldiklərini açıqlamışdılar. Lakin o zaman Trump'ın qanun layihəsini birbaşa dəstəkləyib, dəstəkləməyəcəyi bəlli değildi. Çünki prezident dəfələrlə onu tənqid etmiş və öz mülahisəsinə əsasən sanksiyalar tətbiqi üçün daha geniş səlahiyyətlərə ehtiyac duymuşdu. Senatdakı çoxluğun lideri John Thune bazar ertəsi Ağ Evin sənəd üzərində Graham'lə sıx əməkdaşlıq etdiyini və CNN-in nikbin olduğunu bildirib. Bunun üçün həm demokratlar, həm də respublikaçıların səyləri tələb olunur. Amma ümid edirəm ki, biz bunu bacara bilərik deyə bildirib. Thune qeyd edib ki, Graham'in son günlərdə sanksiyalar paketi onu ən çox maraqlandıran məsələ idi və şübhəsiz ki, onun inanılmaz mirası olacaqdı. Qeyd olunur ki, sanksiyalar paketi Trump'ın Rusiya nefti, uranı və təbii qazı alan ölkələrdən idxala yüksək tariflər tətbiq etməsinə yol açacaq və məqsəd Ukraynaya qarşı müharibə fonunda Moskvanı daha da zəiflətmək olacaq. Bunu senator Graham'ə layiqli bir ehtiram kimi qiymətləndirmək lazımdır. Onun şərəfinə bunu tez etməliyik. Onunla son dəfə həftə sonu məhz bu barədə danışmışdıq deyə Blumenthal bildirib.
ABŞ-nin Cənubi Karolina ştatının qubernatoru Henry McMaster mərhum senator Lindsey Graham'in kiçik bacısı Dalini onun yerinə təyin edib. Mərasim Fox News telekanalı tərəfindən yayımlanıb. 62 yaşlı Darlin Graham mərhumun qardaşının səlahiyyət müddətinin sonuna qədər ştatın müvəqqəti senatoru vəzifəsini icra edəcək. Lindsey'nin, yəni kiçik bacısı Darlin Graham'dən onun işini bitirməsini xahiş etməkdən şərəf duyur. Max Master deyib, Darlin Graham qubernatoru bu şərəfə görə təşəkkür edib. Prezident Donald Trump əvvəllər Graham'in bacısının müvəqqəti senator vəzifəsinə təyin olunmasını tövsiyə edib. Onun sözlərinə görə Darlinin mərhum qardaşının senatdakı yerinə təyin edilməsi Lindsey Graham'a böyük ehtiram olacaq. İraqın şimalındakı Ərbil şəhərində bir neçə partlayış baş verib. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Ölən və xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat verilməyib, təfərrüatlar açıqlanmayıb. Fransada Parisdən təxminən 60 kilometr cənub-şərqdə yerləşən məşhur Fontainebleau meşəsində yanğın bir həftədən çoxdur davam edir. BFR TV telekanalına istinadən verilən məlumata görə yanğında 500-dən çox insan hazırda mübarizə aparır. Daxili İşlər Naziri Laurent Nunez Paris regionu üçün misli görünməmiş aviasiya ehtiyatlarının yanğını söndürmək üçün səfərbər olduğunu, lakin iyulun 13-də axşama qədər yanğının artıq 1300 hektar ərazini əhatə etdiyini açıqlayıb. Təəssüf ki, əsas yanğından 5 kilometr aralıda ikinci yanğın başlayıb və artıq 100 hektardan çox əraziyə yayılıb deyə o qeyd edib. Yanğını qəsdən törətməkdə şübhəli bilinən 2 nəfər həbs edilib. Xatırladaq ki, yanğın ötən bazar günü başlayıb və onu söndürmək səyləri güclü külək və torflu torpaq səbəbindən çətinləşir. Yerli hakimiyyət orqanları sakinləri yaxınlıqdakı yaşayış məntəqələrinə təxliyə ediblər. Yanğının yayılması bir neçə yolun bağlanmasına və dəmir yolu nəqliyyatının sıradan çıxmasına səbəb olub. France 24 telekanalı daha əvvəl yanğının meşənin təxminən 5%-ni məhv etdiyini bildirmişdi. İtaliyanın Səhiyyə Nazirliyi yeni isti dalğası səbəbindən ölkənin 7 şəhərində, o cümlədən paytaxt Romada ən yüksək qırmızı hava təhlükəsi səviyyəsi elan edib. Florensiya və Peruca şəhərlərində qırmızı təhlükə səviyyəsi artıq qüvvədədir. Sinoptiklərin proqnozlarına görə yeni isti dalğası şərqə tərəf yerini dəyişir və Apenin yarımadasını tamamilə əhatə edən Afrika antisiklonu ilə bağlıdır. İtaliyanın mərkəzi və cənub bölgəsində, həmçinin Sardiniya adasında havanın temperaturu müsbət 39-41 dərəcəyə çatacağı gözlənilir. Florensiyada termometrin göstəriciləri müsbət 39 dərəcəyə, Romada isə 38 dərəcəyə qədər qalxa bilər. Venezuelada baş verən dağıdıcı zəlzələ nəticəsində 4561 nəfər həlak olub, 16740 nəfər yaralanıb. Yeniləşmiş məlumatları Bolivar Respublikası Milli Assambleyasının sədri Jorge Rodriguez təqdim edib. Onun sözlərinə görə 17907 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Axtarış xilas etmə əməliyyatlarının gedişində 6462 nəfər xilas edilib. 33085 nəfər tibb müəssisəsində müalicə alır. 128324 ailəyə yardım göstərilib. 20231 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərər çəkənlərə 10063 ton ərzaq paylanılıb. Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venezuelanın şimalında 39 saniyə fərqlə 7,2 və 7,5 magnitudada 2 zəlzələ baş verib. Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı fəlakətin vurduğu ziyanı təxminən 6,7 milyard dollar qiymətləndirir. Axtarış xilas etmə işləri davam edir. Yerli xəbərlərlə də davam edirik.
Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalibov Yaqub Zabiloğlunun çaya düşməsi hadisəsinin detalları məlum olub. Kəlbəcər rayonunda bərpa, tikinti və idarəetmə xidmətindən verilən məlumata görə iyulun 12-sində azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədi ilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb. Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon da aşkarlanıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Axtarış Xilas Etmə Qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış xilas etmə tədbirləri davam etdirilir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir. Bu ilin 6 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb olunub. Bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib. Bildirilib ki, onlardan 2766-sı kişi, 82-si qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb olunmuş 30 xarici ölkə vətəndaşından ümumilikdə 331 kiloqram, 615 qram və 937 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb. Bu ilin 6 ay ərzində qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri nə az, nə çox 166 milyon AZN kimi qiymətləndirilir. Və bu barədə də işçi qrupu məlumat yayıb. Qeyd edilib ki, aşkarlanmış faktlar əsasında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 497 kiloqram, 378 qram, 1 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 698 kiloqramı marixuana, heroin, tiryək və digər psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 24437 ədəd metadon həbi, 9444 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə də aşkar edilərək götürülüb. Azad olunmuş ərazilərdə iyulun 6-sından 12-sinə qədər 60 tank əleyhinə mina, 54 piyada əleyhinə mina, 237 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Anama azad edilmiş ərazilərdə həyata keçirilən humanitar mina təmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirib. Məlumata əsasən 1421,8 hektar ərazi minalardan təmizlənib. Kiberdələduzlar, saxta səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat paylaşıb və xəbərdarlıq edib. Bildirilir ki, bank kartlarının məlumatları əməliyyatların təsdiqi üçün göndərilən 3D Security kod məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhəli olan internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, şübhəli zəng, mesaj və təkliflərdən çəkinin. Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli, ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çalışır. Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etməyiniz xahiş olunur.
Bakıda qadın dənizdə boğulub. Buzovna qəsəbəsinin ərazisində yerləşən çimərlikdə Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel suda boğulub. Cödelin meyidi sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. Bakıda körpə 3-cü mərtəbədən yıxılıb. Nərmanov rayonu ərazisində 2 yaşlı uşaq 3-cü mərtəbənin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən rəhimlinin vəziyyəti ağır olaraq qalır. Araşdırma aparılır. Mingəçevirdə 24 yaşlı oğlan suda batıb. Laçın rayon sakini 2002-ci il təvəllüdlü Rəşad Rövşənoğlu Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğulub. Çərkəzlinin meyidi sudan çıxarılıb. Araşdırmalar davam edir. İsmayıllıda isə 5 yaşlı uşaq hovuzda üzərkən boğulub. Hadisə rayonun Talıstan kəndində qeydə alınıb. 5 yaşlı Teymurlu kənddə yerləşən evlərin birində hovuzda üzərkən boğulub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. Yasamalda ölümlə nəticələnən qəza baş verib. Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi zamanı Əlizadə Rüstəm Nizamioğlu xəsarət alıb. Xəsarətlərlə xəstəxanaya yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Ağstafada bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Qırılı kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma başlanılıb. Budaqlının hansı şəraitdə və kim yaxud kimlər tərəfindən bıçaqlandığı müəyyənləşdirilir. Bugün Ağdaşın bəzi hissələrində qaz təchizatı dayandırılacaq. Zaqatala Regional Qaz İstismar İdarəsindən məlumat verilib. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonunun Qəribli, Aşağı Nemətabad, Yuxarı Nemətabad, Hacılar, Qobüstü, Aşağı Qobüstü, Yenikənd və Qulbəndə kəndlərində qazın təchizatında müvəqqəti fasilələr yaranacaq. Bugün həm də paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bununla bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satış İdarəsi yarımstansiyasından çıxan 6 kilovoltluq Masazır 1 və Masazır 2 hava xətlərində yenidən qurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq bugün saat günorta 12:00-dan Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polis İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Paytaxtın Qaradağ rayonunda yerləşən marketlərin birində yeniyetməyə qarşı soyğunçuluq edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Şotayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərər çəkənin pulunu xırdalamaq adı ilə ələ keçirərək hadisə yerindən qaçdığı məlum olub. Araşdırmalar davam edir. 2026-cı il Böyük Qaydışa dair 1-ci dövlət proqramının sonuncu ilidir. Əvvəllər başlanmış layihələrin böyük hissəsi bu il ərzində yekunlaşır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Ağdam, Füzuli və Xocavənd rayonlarında, o cümlədən Ağdam şəhərində, Ağdamın 2 kəndində, Füzulinin 2 kəndində, eləcə də Xocavənd rayonunun
bir sıra yaşayış məntəqələrində bərpa, təmir və tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur. Bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərtaca açıqlamasında bildirib. O qeyd edib ki, ilin sonuna qədər Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin istifadəyə verilməsi ilə təxminən 10 min nəfərin köçürülməsinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda Füzuli rayonunun Dövlətyarlı, Pirəhmədli, Ağdam rayonunun Eyvazxanbəyli və Başqərvənd kəndlərinin tikintisi davam edir. Xocavənd rayonunda isə bir şəhər, 2 qəsəbə və 14 kənddə yaşayış məntəqələrinin bərpası aparılır. İlin sonuna qədər rayon əhalisinin 12 min nəfərə çatdırılması nəzərdə tutulur. Bütün bu proseslər böyük qayıdışa dair 1-ci dövlət proqramına uyğun həyata keçirilir. Hazırda 2-ci dövlət proqramı hazırlanır və onun çərçivəsində Ağdam şəhərində, rayonun digər kəndlərində, eləcə də Füzuli rayonunda bərpa işlərinin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə Ağdam rayonuna əlavə 30-40 min, Füzuli rayonuna isə daha 10 min nəfərin köçürülməsi nəzərdə tutulur. Əsas infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlandığından, bundan sonra sosial infrastrukturun tikintisi və köç prosesi daha sürətlə həyata keçiriləcək. Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb. Məmmədov Xəyyam Tərlanoğlunun Qudyal çayının Quba rayonu Qəçrəş kənd ərazisindən keçən hissəsində çimərkən boğulub. Quba rayon prokurorluğunda araşdırma aparılır. Bu ilin 6 ay ərzində Bakıda baş verən qəzaların sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Məlumata görə paytaxt yollarındakı video müşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 1543 yol nəqliyyat hadisəsi qeydə alınıb. Və bu, mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər 10:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. Sağ olun, salamat qalın.